Deməli dostlar, bu mövzumuz isə advanced səviyyəsinin 3-cü mövzusu isə clef sentencesdir. Clef sentencelər mənim demək olar ki, advanced səviyyəsində bəyəndiyim bir 2-3 mövzu varsa ən çox belə zövq ala-ala istifadə etdiyim onlardan biridir. Clef sentencelər qeydlərində kifayət qədər oxuyub məlumat ala biləcəksiniz. Bunların birincisi it was ya da it is şəklindədir. Biz normalda belə deyək də elementary səviyyəsində falan cümləni belə istifadə edirik ki, Aslan met, məsələn, my teacher. Aslan mənim müəllimdən görüşdü. Biz amma clef sentence olaraq deyəndə deyirik ki, it was Aslan who met my teacher. Yəni, mənim müəllimimlə görüşən Aslan idi. Demirik, Aslan mənim müəllimimlə görüşdü. Yəni, burada artıq Aslanı daha çox vurğuluyuruq ki, o başqa adam yox, elə Aslan idi. Buna element şəklində həmişə demişik ki, filankəs filankəslə görüşdü, filankəs filan yerə getdi. Məsələn, deyirik ki, I went to school. Burada artıq it was me who went to school. Yəni, mən idim məktəbə gedən. Bu, adətən bir sansı cümlələrdə olur. O, kinolarda biraz daha belə, akademik kinolarda hansısa, belə deyək də, şirkətin rəhbəri ilə nəyisə, hansısa bir işçi məsəl üçün dalaşır. İşçi ona qayda edir ki, bunların hamısını eləyən mən idim. Sizə bu işlərdə kömək eləyən mən idim. Bu şirkəti qaldıran mən idim. Yəni, it was me who made this, blah, 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 blah things. Yəni, burada artıq özünü vurğulamaq üçün it was me. Yəni fikirləşməyin ki, it-ilə me getməz axı. Rahat şəkildə ya it is ya da it was şəklində deyib davam edə bilirsiniz. Əgər biz bir məkanı vurğulamaq istəyiriksə, deyirik ki, it was at the party I met you. Yəni biz ora parti idi bizim görüşdüyümüz yer. Biz partidə görüşmüşdük. Başa düşürsünüz? Partini vurğuluyursunuz, məkanı vurğuluyursunuz və təbii ki, hansı prepositionla işlənirsə, onu da həmin yerdə istifadə eləməlisiniz və burada vurğu məclisin harda baş verdiyidir, görüşün harda baş verdiyidir. Deməli, növbəti isə what-la olan clef sentenceslərdir. Bu isə what üstəgəl, subject üstəgəl verb şəklindədir. Buradakı misalı oxuyacağam. What I need is a new phone. Bir var deyəsiniz ki, I need a new phone. Bir də var deyəsiniz ki, what I need is a new phone. What I want to say is something different. Mənim demək istədiyim şey biraz fərqlidir. What I explain to you guys is English. What I'm speaking right now is clef sentences. Yəni, hal-hazırda danışdığım şey clef sentensesdir. Mənim sizə öyrətdiyim ingilis dilidir. Başa düşürsünüz bu şəkildə. Növbəti misala baxası olsaq, what she loves is going to the beach. Onun sevdiyi şey çimərliyə getməkdir. Bax, what-la istifadə edirsiniz və what sadəcə sizin o, məsələn, mən çay istəyirəm. Necə deyirsiniz? I want a cup of tea, right? Burada what I want, yəni mənim istədiyim şey is a cup of tea deyəcəksiniz. Bir fincan çaydır. Yəni, I want a cup of tea şəklində deməyəcəksiniz. Deyə bilərsiniz təbii ki, bu tamamilə doğrudur, amma I want a cup of tea biraz elementary cümləsidir. Amma what I want is a cup of tea. Bunu biraz daha akademik, biraz daha advanced şəklində istifadə eləmiş olacaqsınız. Və növbəti isə what-un əvəzinə all istifadə eləyəcəyik. Burada məsəl üçün deyirsiniz ki, all I need is love. Bütün ehtiyacım olan şey sevgidir. Biz əslində Azərbaycan deyirik ki, tək ehtiyacım olan şey sevgidir. Onlar bütün ehtiyacım, yəni bu mənim bütün ehtiyaclarımı ödəyir də. Hətta belə mahnı da var. All I need, onu bilirsiniz yəqin ki, bax orada da all I need deyir. Və what I need o deməkdir ki, mənim ehtiyacım olan şey all I need ya da all I want to say yığırsınız ki, hamısı budur bir dənə. Başa düşdünüz? Ümumi hər şeyi oradakı feylə bağlayıb izah edirsiniz. Ola bilər ki, all I need deyəsiniz, ola bilər deyəsiniz ki, all I want to say, bütün demək istədiyim şey is this one, budur. Başa düşdünüz? Və bir də əlavə olaraq təbii ki, aşağıda görəcəksiniz ki, who, where, when şəklində də bunu istifadə eləyə bilirik. Məsələn, deyirik ki, where I met him was at the party. Onunla görüşdüyüm yer parti idi. Bu biraz bizim əvvəlki mövzumuza oxşuyur. Baxın, bu şəkildədir. Clef sentenceləri yaxşı-yaxşı təkrar eləyin. Bu yenə başa düşməyinizi istəyirəm ki, sizin
danışığınızı advance eləyən əsas strukturlardır bunlar. Zaten burada görəcəksiniz ki, mövzuların sayı limitlidir. Bunların hər birini yaxşı-yaxşı təkrar edib artıq advance şəkildə danışa biləcəksiniz və siz əgər IELTS-a hazırlaşacaqsınızsa, bunlar sizin üçün olmazsa olmazdır. Yəni mütləq clef sentencelərdən, inversionlardan və s. istifadə etməlisiniz ki, ən azı 7-5 plus ala biləsiniz. Belə dostlar, növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.